Əgər hiss elədiniz ki, keçmiş şablonunuza geri qayıdırsınız, həmən gözünüzü yumun və dərin nəfəs alın. Əlinizi ürəyinizə qoyun və özünüzə deyin ki, mənim indiki ruh halım mən transformasiya halında olduğum üçündür. Mən dəyişim yoluna girdiyim üçündür. Mən dəyişim yoluna girdiyim üçün mənə çətindir. Doğuş həmişə çətin olur. Doğuş sancılı olur. Amma nəticədə gözəl bir övlad gəlir dünyaya. Transformasiya halı da sizin özünüzü dünyaya gətirməyinizdir. Özünüz olduğunuz kimi qəbul edin. Sizə üzülmək də olar, kefsiz olmaq da olar. Bu normaldır, bu insanlıq halıdır. Özünüzü qınamağı buraxın. Özünüzə tez-tez sevdiyinizi deyin. Təbiətlə təmasda olun, otun üzərində gəzin, torpaqlanın, şükür eləyin. Transformasiya halıdır və bu çətin gələ bilər sizə. Çətinliyi hiss elədiyinizdə dərin nəfəs alın. Dərin nəfəs alın və bir neçə saniyə nəfəsinizi dayandırıb, sonra havanı buraxın. Nəfəs alıb saxladığımız zaman beynimiz aydınlanar və xoşbəxtlik hormonları istehsal edər. Özünüzü daha yaxşı hiss etməyə başlayarsınız. Və mütləq yanınızda həmişə vərəq saxlayın, qələm saxlayın. Həmin çətin an gəldiyində xoşunuza gəlməyən nədirsə, həmin o xoşunuz gəlməyən mövzuya sevgi bildirin, səni sevirəm deyin. Mövzu hər nədirsə, bu mövzu xoşuma gəlmədi, mən narazı qaldım, belə olmayaydı gərək, vəziyyətlə barışmıram, niyə belə oldu deyə müraciət etdiyiniz hər mövzuya səni sevirəm deyin, təşəkkür edin. Unutmayın ki, negativ duyğular sevgi duyğusuna dözə bilmir və həmən sizi tərk edir. Negativ enerjilər sevgi duyğusuna, təşəkkür duyğusuna dözə bilmir və həmən alanınızı tərk edəcəklər. Sizi sevirəm və sizə təşəkkür edirəm.